onlar imamdırlar, məsumdurlar. Onlar Allahın əmrindən kənar çıxmırlar. Yəni, bəs qədər demək olar ki, xidmət elədi və 17 il imaməti müddətində əlindən gələn xidməti Allahın dini və bəndələri üçün elədi. Həzrətin anası, atası ki, vazihdir, bəllidir, İmam Rıza əleyhissalamda danışmağa mənası yoxdur. Anası Səbikə Xatun ki, bəzi tarixçilər nəzərində adı Səbikədir, bəzilər deyirlər Rəyhanədir, bəzilər deyirlər Dürrədir. Bəzilər deyirlər ki, bunlar mümkündür, hamısı düzdür bir qadının bir neçə adı ola bilər. İmam Rıza əleyhissalam isə ona Xeyzoran ləqəbi ilə çağırardı. O hədis ki, sözümü başladım. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm təxminən 200 neçə il qabaqcadan həmən o hadisə işarə eləyirdi. İmam Rıza əleyhissalam öz hədisin içində ata-babalarına nəql eləyir, buyurur ki, Əmican Əli ibn Cəfərə deyir,